Salam, hər vaxtınız xeyir olsun əziz izləyicilər, müəllimlər, şagirdlər və biologiya sevərləriniz. Biz bu dəfəki videomuzda sizinlə ABC Akademiyanın biologiya sınaq toplusundan sınaq 20-nin testlərinin izahlarını verəcəyik. Başlayırıq birinci sualdan. Bizə deyilir ki, birinci sualda uşaq ona verilən 3 bucaq, 4 bucaq və kürə formasında olanları ayrı-ayrı qruplaşdırır. Yəni ayıraraq qruplaşdırır. Formalarına görə yəni ayırır. Neyniyir? Fiqurları analiz eləyir də. Demək ki, cavabımız B bəndi olacaq bu sualda. Gəldik ikinci sualda. Ö tipli sinir sisteminə malik insanların xüsusiyyəti deyil. Yəni ki, burada biz xolerikdən danışırıq. Xolerik olan insanlar inadkar olurlar, qətiyyətli olurlar, qıcıqlı olurlar, enerjili olurlar, amma soyuqqanlı olmurlar. Soyuqqanlı olur sanguiniklər. Ona görə ikinci sualın cavabı D bəndi. Üçüncü sual. Hansı xəstəliyin törədiciləri atomların birinci növ miqrasiyasında iştirak edir? Yəni mikroorqanizmlərə aid edilmiş olur. Qoturluq aid deyil. Finnoz aid deyil. E, Yuxu xəstəliyini törədir tirpanoson bir hüceyrəlidir, aiddir. Vəbanı bakteriyalar törədir bir hüceyrəlidə aiddir. Malyariya paraziti törədir bir hüceyrəlidir, aiddir. Fassilyozu isə törədir qaraciyər sorucusu, bu da aid deyil. E, Bu şəkildə qeyd elədik. Cavabımız oldu 3, 4, 5. Yəni D bəndi. Gəldik dördüncü sualda. Böyük C, kiçik C, böyük A, kiçik A genotipli dişi dovşan ilə böyük C, kiçik C, kiçik A genotipli erkək dovşanın çarpazlaşmasından alınan dovşanların fenotip nisbəti necə olar? Baxaq da burada nə var ki? Monohibridə gətirək. Vacib deyil ki, epistaz eləyək. Demək, nə edirik? Böyük C, kiçik C, büyük A, küçük A çarpazlaşır. Büyük C, küçük C, küçük A, küçük A ile. Tamam. Buradan büyük C, küçük C'ni çarpazlaştırırıq. Büyük C, küçük C ile bir tane büyük C, iki tane büyük C, küçük C ve bir tane de küçük C alınır. Böyük A kiçik A'nı da çarpazlaşdıranda kiçik A ilə buradan da bir dənə böyük A, kiçik A və bir dənə də kiçik A alınır. İndi yuxarıdakıları aşağıdakılarla neyniyək? Birləşdirək, bir-birinə vuraq, yəni. Olur, bir dənə böyük C, böyük A, kiçik A. Bir dənə böyük C, kiçik A, kiçik A. İki tane büyük C, küçük C, büyük A, küçük A. İki tane büyük C, küçük C, küçük A, küçük A. Bir tane küçük C, büyük A, büyük A. Ve bir tane de küçük C, büyük A, küçük A. Ve bir tane de küçük C, küçük A, küçük A. Baxıram ki, bax bu 1 olan ve bu 2 olan bozdur. Bu da qaradır, bu da qaradır. 3 dənə bozdur, 3 dənə qaradır və 2 dənə də ağdır. Bu şəkildə cavabımız 3, 3, 2 kimi olur. Yəni A bəndi olur. Dördüncü sualın cavabı bizdə. Beşinci sual. Verilənlərin hansı davam etmə müddəti ən çox olan geoloji erada baş vermişdir? Yəni Proterozoy erasında baş vermişdir. Qığırdaqlı balıqların yaranması Paleozoy idi. İlk sürünənlərin meydana çıxması Paleozoy idi. İlk iynəyarpaqlı bitkilər Paleozoydu. Bitkilərin quruya çıxması Paleozoydu. Ama ilk iptidai göbələklərin yaranması Proterozoydu. Ona görə cavabımız Y bəndi.
Altıncı sualda bizə deyir ki, e, 4-cü bölünmədə iştirak edən bakteriyalar sayı 64 olarsa, bir saatdən sonra maksimum neçə bakteriya əmələ gələr və bu müddət ərzində neçə bakteriya bölünməyə məruz qalar? Dördüncü bölünməyə məruz qalan, yəni ki, bir dəfə bölünmə olub, iki dəfə olub, üç dəfə olub və dördüncü bölünmədə 64 bakteriya bölünməyə məruz qalıb. Oja 64 dördüncü bölünməyə məruz qalacaq. 64 nədən əmələ gəlir? 2 dəfə arta-arta gedir də bakteriyaların sayı, düzdürmü? 64 nədən əmələ gələcək? 32-dən. 32 2 dəfə artacaq, 64 olacaq. Nə 2 dəfə artıb 32-ni əmələ gətirər? 16. Nə 2 dəfə artıb 16-nı əmələ gətirər? 8. 8 ilə başlanğıc bakteriyamızı tapdıq. İndi bundan sonra 1 saat bölünməyə məruz qoyaq da 64-ü. Düzdürmü? 64 növbəti 20 dəqiqə ərzində bölünərək 2 dəfə 128-i yaratdı. 128 də bölünərək 256-nı yaratdı. 256 da bölünərək 512-ni yaratdı. Düzdür? 512-ni yaratdı. İndi bizdən nə istəyir? Neçə bakteriya əmələ gələr? 512. Tamam, bunu qeyd elədik. Və bölünməyə məruz qalar deyir. Bu müddət ərzində neçə bakteriya bölünməyə məruz qalar? 512-dən də biz çıxacağıq 8 dənə başlanğıc bakteriyanı. Cavabımız eləyəcək 504. Yəni C bəndi olacaq bizim cavabımız. Bu sual illər öncə MİT imtahanına düşmüş bakteriya məsələsi idi. 7-ci sualda yanlış fikir göstərin. Avstralopitekləri yırtıcı olublar, doğrudur. Düzənliklərdə yaşayıblar, bəli. Sürü halında yaşayıblar, bu da doğru bir fikirdir. Çoxlu növə malik olublar, bəli, müxtəlif ərazilərdə hətta qalıqları tapılmışdı və o da deyir, onu sübut edib ki, avstralopiteklər çoxlu növə malik olublar. Oranqutan və hippona başlanğıc veriblər, xeyr. Oranqutan və hippona başlanğıc verib parapitik. Ona görə cavabımız Y bəndi. 8-ci sual. Bir qadında 28 günlük aybaşı sikli şəraitində sarı cisim qana cəmi 1092 gün hormon sintez etmişdir. Sarı cisim normalda 28 günlük sikl zamanı qana 14 gün hormon sintez edir də. Düzdürmü? Mən onda bu 1092-ni bölüm 14-ə tapım görüm neçə dəfə sikl baş vermişdi. Bu eləyir 78 sikl. 78 sikl baş verir. Və deyir ki, bu qadının maksimum neçə yaşı var? Bir ildə 13 dəfə sikl baş verdiyinə görə 78-i 13-ə bölərəm. Taparam ki, 6 ildir bu qadında aybaşı sikli baş verir və yaşının maksimum olduğunu deyirsə, demək ki, bu 12 yaşdan başlayıbdır aybaşı sikli baş verməyə. 12-nin də üzərinə 6 il siklin baş verdiyi müddəti gələrəm. Cavabımız eləyəcək C variantı 18. 9-cu sualda patal sindromunun əlamətidir. Daxili cinsiyyət üzvlərində çatışmazlıq. Təbii ki, elə bizim cavabımız elə budur da. Elə bizim cavabımız budur. A bəndi. A bəndi. Qollar qısa olur Down'da. Cinsiyyətcə yalnız qadın olurlar Şerşevski-Terner'də. Gen mutasiyasıdır. Yəni bu patologiya aid deyil. Genom mutasiyasıdır. 3 cinsi xromosoma malik olurlar. Bu da Klinefelter'ə aiddir. Ona görə cavabımız A bəndi. 10-cu sualda ehtiyat qida maddəsi kökdə toplanır. Təbii ki, soğan gülüdür bizim cavabımız. Kök yumrularıdır soğan gülündə və bu kök yumruları
əlavə və yan köklərdən əmələ gəlir və ehtiyat qida maddəsini orada toplayır. Cavabımız A bəndi olaraq götürmüş oluruq. Soğanda yarpaqdadır, kələmdə yarpaqdadır, İnci çiçəyində kökümsov gövdədir, gövdədə toplayır. Qaymaq çiçəyində də ehtiyat qida maddəsi toxumda falan toplanır deyə düşünürəm. Çünki onlar bığcıq vasitəsilə çoxalırlar. Şəkil dəyişmə kimi bığcığı var, amma bığcıqda da ehtiyat qida maddəsi toplanmaz. 11-ci sual. Hansı bitkinin bütün nümayəndələrində iki qat mayalanma getməz? Siz baxmalısınız iki evli bir cinsli bitkilərə. Yəni, çünki onların erkək fərdlərində iki qat mayalanma getmir. Çünki orada dişicik yoxdur, sadəcə erkəkcik var. Söyüddür, qovaqdır, quzuqulağıdır, çətənədir, gicitkandır. Bunlardır cavabımız bizim. Və burada da C bəndi etmiş olur. 13-cü sualda qırmızıbaş yoncanın bir çiçək qrupunda olan çiçəklərdə cəmi 60 qayıqcıq var. 60 qayıqcıq demək elə 60 dənə çiçək deməkdir. Çünki bir çiçəkdə bir qayıqcıq olur. Bu çiçək qrupunda olan əsas ox və çiçək saplaqlarının sayının cəmi neçə edər? Bir dənə əsas ox olacaq. Bir dənə əsas ox olacaq. Amma çiçək saplaqları olmayacaq. Niyə görə? Çünki qırmızıbaş yoncanın çiçək qrupu başçıq çiçək qrupudur və başçıq çiçək qrupunda olan çiçəklər də saplaqsız olurdu. Saplaqsız çiçəklər gəlin bir də xatırlayaq görək hansı bitkilərdə olur, hansı çiçək qruplarında olurdu. Səbət, başçıq və sümbül çiçək qrupunda, bir də qıça çiçək qrupunda olurdu. 4 dənə. Ona görə cavabımız Y bəndi olacaq. 13-cü sualda cədvəldə x-in yerinə yazılmalıdır. Ayı veribdir, dovşan veribdir və qarşılıqlı münasibət forması göstəribdir ki, bu da nədir? Yırtıcı şikar münasibətidir. Cavabımız C bəndi. 14-cü sualda yaşıl quş mamırı və sfaqnum üçün ümumi olan xüsusiyyət, yəni ortaq olan xüsusiyyət. Budaqlanan gövdə sfaqnumdadır. Yetkin fərdin rizoida malik olması yaşıl quş mamırındadır. Erkək qametlərinin hərəkətsiz olması heç birinə aid deyil. İbtidai bitkilərə aiddir, heç birinə aid deyil. Sporların meyozdan əmələ gəlir, hər ikisinə aiddir. Cavabımız Y bəndi. 15-ci sualda hansı rəqəmlə göstərilən hissə bilavasitə azalma nəticəsində əmələ gəlir? Yəni meyoz nəticəsində əmələ gəlir. Təbii ki, burada bizim cavabımız 4-dür. Çünki 3 burada sporangidir, onun hüceyrələri meyoz yolu ilə bölünüb 4-dür. Yəni sporları əmələ gətirmiş olur. Ona görə cavabımız D bəndi olacaq. 16-cı sualda Tibb zəlisi, qaraciyər sorusu, soxulcan verilən əlamətlərdən hansı hər üç canlı üçün ortaqdır? Bədənin iki lüşem qatından ibarət olması xeyr. Xeyr. Üç lüşem qatından ibarətdir. Sormacıların olması soxulcanda sormac yoxdur. Qan damar sisteminin olması qaraciyər sorucusunda qan damar sistemi yoxdur. Tənəffüs sisteminin olması heç birində tənəffüs sistemi yoxdur. Bədənin iki növ cinsiyyət hüceyrəsinin əmələ gətirməsi, bəli, həm spermatozoid yaradır, həm yumurta hüceyrə. Ona görə cavabımız Y bəndidir. Hermafroditdirlər, yəni hamısı. 17-ci sualda aşağıdakı canlılar üçün ortaq xüsusiyyətləri seçin. Nədir bu? Əqrəbdir, bir də arıdır. Qanın oksigen daşıması arıya aid deyil. Tam çevrilmə ilə gedən inkişaf əqrəbə aid deyil.
8 ədəd hərəkət orqanının olması arada 10 dənədir. Eyni tipə aid olma, bəli. Mədəni nümayəndə olması, yəni bu da əqrəbə aid deyil. Bal arısına aiddir. Ona görə cavabımız Y bəndi yalnız 4. Gəldik növbəti suala. Müsbət rezuslu qana malik olan valideynlərin nikahından mənfi rezuslu qana malik uşağın doğulma ehtimalı neçə faizdir? Təbii ki, 25%-dir. Əgər müsbət rezuslu dominantdır, bundan mənfi rezuslu kiçik dünyaya gəlibsə, demək ki, bunlar heterozigot olmalıdırlar. Və bu da monohibrid çarpazlaşma kimi buradan da bir dənə böyük yer, iki dənə böyük yer, kiçik yer və bir dənə də kiçik yer. Yanlış ki, 4 kombinasiyadan biridir bu. 4 də 1-dir. Faizlə dediyinə görə 100%-ə vurduq. Cavabımız alındı. 25%. B bəndi. 19-cu sualda zülalın sintezi zamanı əmələ gələn peptid rabitələrinin sayı 50 ədəd olarsa, neçə amin turşu 2 peptid rabitənin əmələ gəlməsində iştirak edir? Peptid rabitənin sayı amin turşuların sayından 1 ədəd azdır. Ona görə 51 dənə bizim nəyimiz var? Amin turşumuz var. Düzdür mü? Üzərinə 1 gəldik. 2 peptid rabitənin əmələ gəlməsində iştirak edib dediyinə görə buradan da əvvəldəki sondakı amin turşunu çıxıram. Yerdə cavabım 49 D bəndi qalır. 20-ci suala verilən əlamətlərin hansını həm mitoz, həm meyoza aid etmək olar? Xromosom sayının 2 dəfə azalması xeyr. Bu meyoza aiddir. Xromosom sayının 2 dəfə artması, yəni mitozda sabit qalır, meyozda 2 dəfə azalır. Bu da aid deyil. Bölünmədən əmələ gələn hüceyrələrin uzun ömürlü olması, bu mitoza aiddir, meyoza aid deyil. Bölünmə və dərlərin yaranması hər ikisinə aiddir. Karyokinezin baş verməsi, yəni nüvənin bölünməsi hər ikisinə aiddir. Xromatidlərin qütblərə çəkilməsi hər ikisində müşahidə olunur. Onun üçün cavabımız B bəndi olacaq. 4, 5 və 6. Bu şəkildə qeyd eləmiş olduq. 21-ci sualda diploid çiçəkli bitkinin 2 yarpaq, 1 kök, 3 gövdə hüceyrələrində cəmi 144 xromosom var. Bunlar hamısı somatik hüceyrələr olduğuna görə hamısı diploiddir. 2 dənə yarpaq, 2 vurulsun 2 en 4 dənə elədir. 1 kök elə 2 endir. 3 gövdə, 3 vurulsun 2 en 6 en də belədir. Topladıq 12 en bərabərdir 144-ə. Enimiz bərabərdir 12-yə. 2 enimiz də bərabər olacaq 24-ə. 21-ci sualın cavabı olur B bəndi. Amma bir dəqiqə. Bizdən nə istəyir? B bəndidə deyir. Bu bitkinin gövdə hüceyrəsinin bölünməsi zamanı metafaza mərhələsində neçə xromatid olar? Tamam. Metafazada xromatid sayı xromosom sayından 2 dəfə çoxdur. Yəni 2-nin 4C olurdu orada. Ona görə 24 də 2-yə vuruq. Cavabımız 48C bəndi olacaq. 22-ci sualda hansı sistematik vahidlər Linney sistematikasında yer almamışdır? Linney növ, cins, dəstə və sinifi gətirmişdir də elmə. Düzdürmü? Nəyi gətirmiş? Fəsilə, şöbə və sıra. Elə 4, 5, 6 cavabımız D bəndi olacaq. 23-cü sualda insanda haploid xromosoma sahib olan hüceyrələri hazırlayan vəzlərdən birinin hormonu adlanır. Təbii ki, progesteron hormonu. Cinsiyyət vəzləri qadında estrogen progesterondur. Kişidə də androgen testosterondur. Bu şəkildə progesteronu götürə bilirik. 24-cü suala gəlirik. Burada bizə deyir ki, boy artımı, ləngiyən, ağıl kəmliyi, bədən mütənasibliyi pozulmuş uşağa müalicə yazan həkim bu kretinizm xəstəliyidir.
Kretinizm xəstəliyinin əlamətləridir. Aydınmı? Bu xəstəliyin əlamətləridir bu. Və bu xəstəlik qalxana bənzər vəzin fəaliyyəti zəifləyən zaman olurdu. Bu cür xəstəyə həkim qalxana bənzər vəzinin fəaliyyətini artıran dərmanlar yazmalıdır ki, hormonlar gəlib normaya çıxsın. Yəni cavabımız nə olmalıdır? B bəndi olmalıdır. 25-ci sualda beyin qabığı zədələnmiş uşaqda aşağıdakılardan hansının işində pozğunluq baş verər? Əzələ tonusu, ağızda qidanın udulması, tənəffüs, iradə hərəkətlər, bəli. Cavabımız D bəndidir. İradə hərəkətlərimiz bizim iradə əzələ hərəkətlərimiz beyin qabığı ilə idarə olunur. Əzələ tonusu orta beyindir. Ağızda qidanın udulması uzunsov beyindir. Tənəffüs uzunsov beyindir. Qan dövranı uzunsov beyindir falan. Həmçinin burada onurğa beyində simpatik, parasimpatik sinirlər də rol oynayır təbii ki. Amma İradi əzələ hərəkətləri konkret olaraq beyin qabığı ilə tənzimlənmiş olur. 26-cı sualda sakit halda ağciyər alveollarından qana 1600 ml oksigen qazı daxil olduğu vaxt ərzində həmən neynirəm alveollardan qana keçibsə 1600-ü bölürəm 25-ə. Bu da eləyir 64 tənəffüs hərəkəti. Aydındırmı? Deyir, ürək qulaqcıqları bu vaxt ərzində ürək qulaqcıqları neçə saniyə diastola vəziyyətində qalar? 64 tənəffüs hərəkəti 4 dəqiqə deməkdir də. Yəni 240 saniyədir. 1 dəqiqədə 16 tənəffüs hərəkətidirsə 64-ü 16-ya böldüm, 4 dəqiqə vaxt gedib. 4 dəqiqədə 240 saniyədir. 240 saniyəyə nə qədər diastolad olar? X 0.8-də də 0,7 etsək və cavabımız da bizim burada. Nə olmalıdır? 210 saniyə, yəni B bəndi. 27-ci sualda Karpachenko metodu ilə dölsüzlüyü aradan qaldırılan hibridin somatik hüceyrəsinin xromosom dəsti 56-dır. Əgər hibridi əmələ gətirən birinci növün mərkəzi hüceyrəsinin xromosom dəsti 14 olarsa, ikinci növün qametinin xromosom dəsti neçəyə bərabərdir? Elə cavabımız 21-dir. Gəlin bir dənə hesablayaq. Demək diploid tetraploid orqanizmdir 4N-dir. Bu 56-ya bərabərdir. Bunu deyir əmələ gətirən birinci bitkinin diploid xromosom sayı bizə 14 veribdir. Mərkəzi hüceyrə ilə bitkinin özünün xromosom dəstinə malik olur. Ona görə elə birinci bitkimiz 14 xromosoma malikdir. İkinci bitkiyə nə qədər qalır? 2 bərabərdir 56-dan 14-ü çıxanda qalır 42. Bunun qaməti nəyə bərabər olacaq? 21-ə. Cavabımız D bəndi edəcək. 28-ci sualda verilən fikirlərdən hansı yanlışdır? Soxulcanda ikinci bədən boşluğuna rast gəlinir. Bəli. Yumurtalıqlarının sayı 2 cütdür. Xeyr, toxumluqlarının sayı 2 cütdür. Ona görə cavabımız B bəndir. Digərlərdə yəni ki, doğru fikirlər olacaq. 29-cu sualda çeynəmə və mimik əzələləri göz almasına hərəkət etdirən əzələlərin sinir mərkəzləri harda yerləşəcək? Təbii ki, beyin körpüsündə yerləşmiş olacaq. Kitabımızda qeyd olunur. 30-cu sualda yenicə oksigenlə birləşmiş qan ürəyə gəldikdən sonra ürəkdən hansı damarla çıxır? Oksigenlə zənginləşmiş qan ürəyə gəlir ağciyər venaları ilə. Sol qulaqçığa tökülür. Oradan sol mədəciyə keçir və sol mədəcikdən də aorta ilə çıxır. Cavabımız C bəndi. 31-ci sualda səbətində bərabər sayda çiçəyi olan bitkilərin hansının çiçək qrupunda daha çox meyvə əmələ gələr? Tamam. Günəbaxandır, zəncirotudur,
Yox, zəncirotu yox. Günə baxandır, burada astradır, andızdır. Burada yalancı dilcil şəkilli çiçəklər var. Göy çiçəkdə də yalancı qış şəkilli çiçəklər var ki, bunlar meyvə belə gətirmir. Amma zəncirotunda bütün çiçəklər həqiqi dilcil şəkilli çiçəklərdir. Və bu meyvə əmələ gətirir. Bütün çiçəklər. Ona görə cavabımız zəncirotudur. 32-ci sual. Simpatik sinirlərin fəaliyyətinin artması ürək siklinin müddəti arasında asıllıq hansı mədddə doğru verilmişdir? Simpatik sinirlərin fəaliyyəti artması ürək fəaliyyətini də artırır. Bu da ürək siklini qısaldır. Yəni tərs mütənasibdir də. Cavabımız burada A bəndi olacaq. 33-cü sualda verilən həşəratlardan hansının yetkin fərdinin ağız tipi sürfəsinin ağız tipindən fərqlənir? Belə bir şey olanda mütləq şəkildə siz birinci düşünün pulcu qanadlıları. Yəni cavabımız qoza qurdudur. Qoza qurdu. Kəpənəkdir. Pambıq sofkası da deyirlər. 34-cü sualda yumurtalığın yetişmə zonasına daxil olan ilkin yumurta hüceyrədəki xromosom sayı X-dırsa, bu zonanın sonunda əmələ gələn yönəltici cisimciklərdəki xromosomların sayının cəmi neçə olar? İndi əvvəldə olan hüceyrə diploiddir. 2 enli. Sonda 4 dənə hüceyrə yaranır. Biri bunun qametdir, 3 dənəsi də yönəltici cisimcikdir ki, N olur. Yəni 3N şəklində. Düzdürmü? 2N-i bizdə X-dan göstəribsə, 3N-i nə ilə göstərəcək? Sual qoyun. Sual bərabərdir. 3N vurulsun X bölünsün 2N. Bu da eləyir 1,5X. Yəni B bəndi. 35-ci sualdır. İnsanın gövdə skeleti neçə sümüklə bilavasitə birləşmə əmələ gətirir? İnsanın gövdə skeleti yuxarıdan bir dənə ənsə sümüklə birləşir. Aşağıdan iki dənə çanaq sümüklə birləşir. Və öndən də iki körpücük sümüylə birləşir. Döş sümüyü. Ona görə cavabımız 5 dənə sümük olacaq. A bəndi 35-ci sualda. 36-cı sualda ev itinin skeletində yoxdur. Kürək sümüyü var, qamış var, mil var, amma körpücük sümüyü yoxdur. Əksər məməlilərdə körpücük sümüyü, qarğa sümüyü olmur. Sadəcə kürək sümüyü olur. Cavabımız burada D bəndi. 37-ci sualda çiçəkdə hansının sayı dişiciyin sayından çox ola bilməz? Ləçəyin sayı ola bilər. Erkəkçiyin sayı çox ola bilər. Kəsə yarpağının sayı çox ola bilər. Amma yumurtalığın sayı dişiciyin sayından çox ola bilməz. Çünki hər dişicikdə bir dənə yumurtalı olur. Cavabımız D bəndidir. Ağcığın sayı da çox ola bilər. Ha? Yəni, məsəl üçün, bax, mürəkkəb çiçəklərdə, taxıllarda bir dişicikdə 2 ağcıq var. Zambaqlarda bir dişicikdə 3 ağcıq var. Görürsünüzmü? Bu şəkildə qeyd edə bilirik. 38-ci sualda insanın minimal davam etmə müddətindən istifadə etməklə cəmi 5 yuxu siklində yatdığını qəbul etsək, o cəmi nə qədər yatmışdır? 5 yuxu siklində 5 dənə ləng yuxu var və hər biri 1 saat davam elədiyinə görə 5 vurulsun 1 saat. Bu edir 5 saat. Ləng yuxu. Okey. Aha. Sonra tez yuxuya gələndə minimal davam etmə müddəti 10 dəqiqə, 10 dəqiqə, 10 dəqiqə, 10 dəqiqə və sonuncu tez yuxu fazası da 20 dəqiqə oldusa, bu ilə də 60 dəqiqə, yəni 1 saat. Bunları da toplayanda cavabımız nə olur? B bəndi. B bəndi. Gəlirik 39-cu suala. Hansı bəndə müvafiq olaraq qırmızı və qonur yosunlar verilmişdir? Verilmiş. Qırmızı yosunlar hansıdır? Qırmızı yosunlar porfira, rodimeniya, filloforadır.
Filoforadır. Bəs qonur yosunlar hansıdır? Laminaria, makrosistis və fukustur. A bəndində hər ikisi qırmızı yosundur. B bəndində fukus qonurdur, filofora qırmızıdır. Yerlərin əksinə veribdir. Birinci qırmızını istəyib, sonra qonuru istəyibdir. Makrosistislə laminaria hər ikisi qonurdu. Fukusla porfira birinci qonurdu, sonra qırmızıdır. Amma Y bəndində Rodmenia qırmızı yosundur, Fucus qonur yosundur. Gəldik 40-cı suala. Trihibrid çarpazlaşma veribdir bizə. Gəlin indi o çarpazlaşmanı biz monohibridə gətirərək hesablayaq. Hesablayaq. İndi baxırıq, monohibridə gətirəndə biz nə edirik? Böyük ya kiçik yanı, böyük ya kiçik yanı kiçik ya kiçik yanı çarpazlaşdırırıq. Buradan bir dənə böyük ya kiçik ya, bir dənə kiçik ya kiçik ya əmələ gəlir. Böyük ya kiçik yanın əmələ gəlmə ehtimalı iki kombinasiyadan biridir. 2-də 1 vurulsun. Böyük B kiçik B'ni çarpazlaşdıranda böyük B kiçik B'yle bir dənə böyük B, iki dənə böyük B kiçik B, bir dənə də kiçik B alınır. Buradan da böyük B kiçik B'nin alınması 4'te 2, yəni 2'də 1 ehtimaldır ixtisar edəndə. Böyük D kiçik D'ni də çarpazlaşdıranda böyük D kiçik D ilə buradan alınır. Bir dənə böyük D, iki dənə böyük D kiçik D, bir dənə də kiçik D. Kiçik D'nin alınma ehtimalı da 4'te 1 ehtimaldır. Bunu da vuranda 4'te 1'ə cavabımız eləyir 16'da 1. Yəni A bəndi. Belə əzlər, bu dəfəki test izahımızdan bu qədər. Sağ olun, hələlik.